Her vaxtınız xeyir olsun. Bu verilişi de biraz ekskluziv hesap edin. Çünkü bayaqları bu Reaksiya TV'de Sərdar Cəlaloğlu'nun bu AXC-nin yaranması tarixindən bağlı danışığına baxdım da. İndi məsələ bilirsiniz nədir? Bunlar güya öz ağırlarınca tarix yazırlar. Tarix. Ama maraqlı bir məsələ var burada. Baxın, bu neçə müddətdir, gah 14 iyun adından, gah nə bilim AXC-nin yaranması adından. Bax, bu o köhnə falan içində eşələnmək. Amma maraqlı olan birisi nədir? Bunların hamısı danışan Büyün Sərdar bəy də eyni cürə danışdı. Ondan sonra Nemət Pənahlı da eyni cürə danışır. Taxçı Pənah Hüseyin də eyni cürə danışır. Bugün başka bir adam da çıkartmıştı efire. Bilmirəm, o Səs qəzetində işləyib. Səs qəzetində işləyən adam AXC ilə nə cürə, nə danışar. İndi danışdı bir şeyler ama ayrı bir şey var da. Bunların hamısı deyirlər ki, bütün o erkən yaşlarından, nə bilim, bu imperiya qarşı mübarizə, ondan sonra Sovetlərə qarşı anti-Sovet fəaliyyəti, nə bilim, gizli təşkilatlar, nə bilim, nələr. Bunların hamısı o yöndə danışır və hər biri də ayrılıqda özünün ən öndər, ən o, belə deyək ki, ən qaynar nöqtələrdə anti-Sovet və anti-imperiya fəaliyyətindən bəhs edirlər. Yaxşı, sual yaranır, o zaman sual yaranır. Bu sual o efirde danışan herkese aittir. Eğer bunlar gerçekten de hamısı anti-Sovet ve anti-imperiya mübarizəsi aparıblarsa, bunların hamısının əqidəsi, amalı dediklərindən belə çıxır ha. Ondan sonra qayəsi bunların Sovetlərə qarşı olmaq və Sovetlərin Rus imperiyasının Azərbaycandan çəkilib getməsinə, nə bilim, Azərbaycanın müstəqilliyinə dair çaba veriblərsə hamısı, o zaman bir sual yaranır. Bugün niyə bunların hamısı bir-birindən düşməndir? Niyə? Bir daha deyirəm, əqidə, amal, məslək, ondan sonra bu, yəni hamı eyni məsləbə qulluq edibsə, bugün niyə bunların hamısı bir-birinə düşməndir? Heç bir də bir-birinə salam vermir. Hamı da çıxan o birisinin əleyhində danışır. O agent idi, o adıydı filan idi. Hatta bu başlangıçta Sərdar bəy bir cümlə qurdu ki, belə bir cümlə. Dedi, adada yaranmış bu prosesdə kiməsə agent demək o anlama gəlir ki, ya bu özü də agentdir, ona görə başqalarına da agent kimi baxır. Ya da oralarla bir əlaqəsi olub deyə, orada deyiblər buna ki, filan kəs agentdir. Əslində çox belə doğru aksentdir. Yani məntiq var danışıqda. Amma sonra nə baş verdi? Çıxışın ortasında birdən-birə qayıtdı ki, mən bilirəm Lefortovada hansı sənədlərə imza attırırlar. Mən bilirəm hansı orada onlarla nə cür söhbətlər olub. Mən çox şeyləri bilirəm dedi. Bəzi şeyləri demirəm. İndi sual, Sərdar bəyin öz məntiqinə qayıdıram. Sərdar bəy Lefortovanı nə bilir orada nə sənəd imzaladırlar? Ya da o Lefortovanın o zamanki oradan bunun bir əlaqəsi mi var? Olub mu? Özü deyir da, deyir onu demək üçün gərək orada olasan ya da olan əlaqən olar. İndi Sərdar bəy bilmirəm, orada əlaqəsi var mı, yox mu? Bu da bəllidir da, bu Lefortova söhbəti, indi orada çox adam olub, orada 15-20 adam aparmışlar Azərbaycandan Lefortova. İndi sağ olanlar da var, dünyasını dəyişənlər də var, amma əsas məsələ burada Etibar Məmmədov Rəhəm Qaziyev məsələsidir. Dərhal da Zahir Qəriboğlu başına döndüyüm dərhal oradan vurğulayır. Etibar Məmmədovla Rəhəm Qaziyev də orada olub. Əlbəttə olublar. İndi mən burada yenə söhbət biraz da gedir. Axı mən nə qədər deyim ki, kişilər, tərbiyəniz olsun, mərifətiniz olsun. Bax, AXC necə yarandı söhbəti gedir, düzdürmü? Söhbət AXC necə əmələ gəldi, bunun indi KGB-nin əlaqəsi vardı. Axı bu Lefortova AXC-nin yaranışından xeyli müddət sonra olub axı. Və AXC-nin yaranışında Rəhəm Qaziyev də var idi.
Etibar Məmmədov da var idi. Lap o elan olunanda ondan sonra ilk idarə heyətində bunun ikisi də olub düzdür. O zaman bir adam izahat versin görək. Əgər bunlar Rusiyanın adamıydısa, onda bunları niyə tutub da aparırdılar? Nədir? Lefortovaya təkrar aparırdılar ki. Zaten bunların adamıymış da. Və ayrı bir sual. Niyə siz niyə Lefortovaya heç kim getmədi? Təkcə tutaq ki, Etibar Məmmədov, Rəhim Qaziyev, Xəlil Rıza, o dövrdə bilmirəm, Fərəməz Novruzoğlu filan. Siz nə əcəb belə, nə o bəlirli çevrə, nə toxunan oldu, nə tutulan oldu. Yəni, onu demək istəyirəm ki, adamlar nə olursa olsun, nə maraqdır. Tutaq ki, AXC necə yaranıb? AXC yaranıb, Lefortov olub, gör neçə ay sonra, AXC-nin yaranışından sonra. O zaman Lefortovun AXC yaranmasının nə əlaqəsi var? Və Sərdar Cəlaloğlu nə demək istəyir? Bir dəfə demişdi efirdə ki, mən qorxuram artıq Etibar Məmmədov siyasətə qayıdır. Mən də orada çıxıb demişdim ki, ya düz eləyib qorxursan. Məştubat deyil, çarvat kişidən qorxsa yaxşı. İndi bu Sərdar bəyin başı bu boyda dərddə, bu boyda indi bu bir Kürt məsələsini danışıb, bunun indi o Bərzani ilə nədir o, kimdir o Bərzani? Köroğlu'nun oğluyam deyən, bilməm, tanıyıb eləmərəm mən. Bundan telefon danışığını hamı gördü. Bu qədər, yəni bilsən o bir şey olan kimi əlinin ikisində qaldırıb təslimiyyət halında olan adamlar o boyda Sovetlərə və anti-Sovet fəaliyyətinə necə bulunurdular yəni. İndi vaxtında ona görə biraz adamlar nə maraqdır bu? Və nə maraqdır? Tamam, danışdı bir şeylər, bax gedib Moskvada da olub, burada da olub, kimlərlə görüşüb, olsun. Amma hərliyib, fırlayıb söhbəti Rəhim Qaziyev, Etibar Məmmədov üzərinə cəmləmək və oradan da sakitcə sivişib çıxmaq nəyə lazımdır? Bir daha deyirəm, Sərdar Cəlaloğlu dedi ki, söhbətin başlanğıcında agent o adam deyə bilər ki, özü agentdir, başqalarına da agent kimi baxır, ya da oranın əlaqəsi olmalıdır. Sərdar Cəlaloğlu deyir ki, Lefortovada nə sənədlər imza atdırıldığını mən bilirəm. Bu üzvə, o da çox maraqlıdır. Mən bilirəm, özü demirəm. Axı bildiyin şey, əgər doğrudan Lefortovada belə ciddi o xəyanət anlamına gələn, nə bilim, cinayət anlamına gələn, millətə, dövlətə xəyanət anlamında sənəd niyə demirsiniz? Bəs nə vaxt deyəcəksiniz? İndi rəhmətli İlçi bəy deyir ki, zamana ehtiyac var, sonra dövlətçidir. Bir gün Allah uzun ömürlər versin. Sərdar bəy indi çox yaşasın inşallah. 100 il yaşasın, 150 il yaşasın. Amma bir gün hamı öləcək. Nə vaxt deyəcəksiniz? Əgər bildiyiniz bir şey varsa deyin. Bax o efirdə reaksiya, Kakrazla Zahar Qəriboğlu belə şeylərdən ötəri. Belə yeri gəlmişkən, dünən bunlar gənə efirdə idilər. Mən elə belə bir status yazdım. Zahar Qəriboğlu da deyir ki, mən baxdım deyir, heç nə başa düşmədim. Hər şeyi başa düşdün Zahar Qəriboğlu. Sən nədən söhbət getdiyini sadəcə sizə dəhşət gəlir ki, Sərdar bunlar hardan bilir. Bir şey deyim ha sənə. Sən bir dəfə demişdim, bir daha deyirəm. Bu ölkənin bu qədər dərdləri başından aşırkən, bu qədər bu ölkədə problemlər, artıq millət, ölkə boşalır, millət sürünür. Hər gün və hər bu milli məclisdə buradlar, son vaxtlar sürətlə qabaran və qabardılan bu etnik məsələlər, problemlər, Talış Kürt məsələləri, nə bilim, ləzgi məsələləri çıx verib hər yandan boy verirkən sizin ayrı sözünüz, danışacaq şeyiniz yoxdur mu ki? Elə küçük gündən bir həftədə 5 dəfə Cahandar Bayoğlu, darada da belə nə əlaqəsi var, nə tarix yazırsınız siz? Elə danışır ki, güya bu daddır, nədir bu? Bunun reaksiya TV BBC-dir. Cahandar Bayoğlu da addır, Kissinger'dir. Mən deyir, baxdım deyir, heç nə başa düşmədim, təhqir, nə təhqir? Sizin efiriniz var, ha? Sənin oturduğun efir, sən elə sayma. Normal ölkə olsaydı, normal məhkəmə hüquq sistemi olsaydı, Cahandar Bayoğlu'na sənin hər efirinə hərənizə 500 il düşür, onu biləsiniz. Hər efir ayrılıqda, ha? İndi görün sizin boynunuzda nə qədər illər var. Mən demişəm, mən hər zaman cavab verdim. Bu davaları mən başlamadım. Çıxıb danışın, Etibar Məmmədovdan da danışın, Əli İnsanovdan da danışın, ondan sonra Rəhim Qaziyevdən də danışın, bax bu Sərdar Cəlaloğlu'nun özündən də danışın, nə bilim kimdən danışın, İlham Əliyevdən də danışın. Amma heç vaxtı belə
xüsusi da girməyin. Böyle güya siz hamıdan ağıllısınız. Ya bu kisincerdi, sen de bir şeysin çıksan. O, neyi başa düşmedin? Neyi ben dedim sen başa düşmedin? Neyi təhqir eləmişsin? Və sizin elədiyiniz təhqir deyil. Her gün çıxırsınız efirə orada. Ya bunlar indi addılar. Bu cəmaata barmaq sirkəliyor. O da bu da oturur orada güya bu indi. Ben demişəm. Sen Zaur Qəriboğlu. Ya cana kendine gel. Bak deyirəm. İndi böyüyüb sən bu yolla gediş, bu gediş səni ən yaxşı halda müşahin eləyər. Ən pis halda da uzaqbaşı Rauf Arifoğlu olacaq. İkisinin də bax orada sosial şəbəkələrdə hər gün zaten oralardasınız. Onların vallahi yolun istəyirsən Rauf Arifoğlu müşahin olmaq get ol. Ama mən bu şeylərə biraz ne bileyim o da deyir rебята давайте жить дружно. Bildin mi? Özünü böyle ağıllı göstermeyle de öyle. Ben demişim, sizin əlifbanızdan İ hərfi, leksikonunuzdan M hərfi çıxıb qalan bu ölkədə kimi desen, ne desen demək olar. Nədir dedim, bu bəzi adamlar var, onlar haqqında saatlarla, aylarla danış. Problem yaratmır bir şey eləmir, ölkədə hüquq yox, məhkəmə yox, normal prokurorluq yox, normal qanun yox. Ona göre atınızı çapın. O yol seni dedim ya müşahin eləyəcək ya da Rauf Arifoğlu get ol da. Düş də mənim yaxamdan. Sen kim olursan mən orada başa düşmədim. Sen bilmirsən Sərdar Əlibəyli nə danışır. Demək sən Sərdar Əlibəyli danışığını bilmir. Ona göre bir daha deyirəm, mən heç istəmirəm. İndi də istəmirəm. Heç istəmirdim ama şeyləri sana demək zorundayım. Oturub böyle. Mən güldürür. Kime dil deyirsən hala sen? Sen özün kimin dilisən? Kime dil deyirsiniz siz? Fiziki dil, ne bileyim, mənəvi dil, ne bileyim, ne dil. Gedin işinizden məşğul olun. Siz özünüz hamı onun dilisiz. Dokun çatırdır soruş da. Bir çelmədinin İlham Əliyev bu ölkə niye bu gündədir? Sabah gelip ikiniz de elinden öpərəm mən. Durun da. Bu ölkədə Vasif Talıbov, Ramiz Enveroviç, ondan ne bileyim Akşi, Necmettin Sadıqov, ondan sonra Vasif Talıbov, ne bileyim kim, Eldar Mahmudov. Bunlar yoktular, kurtardı. Ölkənin anasını eləyib sonra da başını alıp gedib hərə öz kefində, işində, gücündə onlardan danışmağa ne var? Bəs bütün bunların məsuliyyəti biraz da İlham Əliyev üstünde var mı? Ramiz Mehdiyevi, ondan sonra nədir, Vasif Talıbovu, ondan sonra Necmettin Sadıqovu, ondan sonra nədir qədərin adı? Ramiz Enveroviçi, ya bunları mən gətirmişdim vəzifəyə. Ya bunlarla 20 il bu ölkənin Vasif Talıbov tamam Naxçıvanda baş verən hər şeyə Naxçıvan rəhbəri kimi məsuliyyət daşıyır. Demişəm mən buna. Daşımalıdır da. Ama adam məsuliyyət daşımadı ki. Torpaq satmağa qədər çıxdı ortaya yoktu ki. Niye soruşmuşsunuz? Və Naxçıvanda baş verənlərə Vasif Talıbovun nə qədər məsuliyyəti varsa, o qədər də Azərbaycanda, o cümlədən də Naxçıvanda baş verənlər İlham Əliyev məsuliyyəti var. Bircə dəfə eləcə demirəm, təhqir eləyin, demirəm, heç prezidentdən prezident kimi danışırlar. Sadəcə bir soruşun, çox ehmallı şəkildə, belə səsinizi kısın, boynunuzda belə sıxın. Elə soruş, cənab prezident, nə baş verir? Deyə bilirsən, onu deyə bilmirsənsə, sən jurnalist qızır yoxdur. Dedim də, yəni sonun ya Rauf Arifoğlu ya Mirşahin, onların da taleyi ortadadır. Ona göre orada oturup sen, nədir o, ağıllı pozanın özünde belə diləmə. Bir daha deyirəm, mən bunu heç istəməzdim. İndi də istəmirəm. Amma gəl, sənin efirin deyil, gəl çıxaq sənin efirindən danışaq. Mən də danışım, sən də danış. Görək kimlə danışacaq. Ona göre mən də ona göre bu sizin efirə gələn əmlə gedənəm. Bir daha deyirəm, baxın hər zaman mən hər zaman belə deyək də müdafiə olmuşam. Nə mənada müdafiə olmuşam? Mən olmamışam. Mən baxıram, mən demişəm İlham Əliyevə də, ondan sonra yeri gələndə Ramiz Mehdiyevə də, Əli Kərimliyə də, nə bilim, bax Sərdar Cəlalın özünə də olub, dəfələrlə çox olub. Ondan sonra Mirşahinə Rauf Arifoğluya belə böhtan açsanız mən mütləq ona cavab bildirəcəm. Yani mən ağlım kəsdik, ben onu böhtan sayıramsa, şər sayıramsa, adamları qaralamaq istəyirsinizsə, nə dəxli var ki? Bir normal
Bir dənə veriliş qoycu, bir dənə veriliş qoycu. Bu verilişim mənim bu ölkədə bir saat müzakirə mövzusu olub və hər hansı formada bu ictimai rəydə rezonans yaradır. Bir dənə veriliş qoyun da. Nədir çıxıb orada cəmaata söyməklə, cəmaata ağzına gələn demək. Ramiz Ənvərovdan danışmağa nə var? Vasif Talıbovdan danışmağa nə var? Rəhim Qaziyev, Etibar Məmmədov, Əli İnsanov o qədər danışın ki. Ölünə kimi danışın. Nəfəsiniz kəsilənə kimi danışın. Problemi yoxdur axı. Amma bu ölkədə çoxdan Əli İnsanov da problem deyil. Etibar Məmmədov da problem deyil. Rəhim Qaziyev də problem deyil. Ondan sonra Vasif Talıbov da problem deyil. Ramiz Ənvərov da problem deyil. Əli Kərimli də problem deyil. Ki zamanında Əli Həsənov da problem deyil. Əli Həsənovun dörd yanında məni çox danışdırmayın. Mən çox şeylər bilirəm. Bildin mi? Ona görə siz dünən hamınız bir yerdə küçülük elədiyinizə büyün böyüklük eləyəməzsiniz. Ona görə kimizcə gəlin bir daha deyirəm. Davay tecid duruşla atı torbalı döyüşdürməyin. Bu sizin oynayacağınız polya deyil. Gedin aşığınızı qıraqdatın. Gedin topunuzu qıraqda oynayın. Ha bala. Mən dedim, mənim plankam yoxdur, bilirsən mi? Mənim sizdən fərqim odur. Mənim plankam yoxdur. Amma sizin hamınızın plankanız var. Boynunuzu da o plankaya görə aparın. Başınızı oradan qaldırarsınız, kəsərlər başınızı. Ona görə plankaya uyğun danışın. Güzgə baxın, boyunuzla boyda da boyda danışın. Oldu mu? Zahar qərib olun. Və Sərdar bəy, bilmirəm, Lefortovada nə sənətlər imzalayırlar, nə imzaladır deyirsən, mən bilirəm. Çıx de. Bilirsənsə de. Bilmirsənsə denən indi nə bilim o cahanda dilim sürüşdüyünə. Belə bir şey bəhanələ çıx. Yoxsa bu sualı hər gün verəcəm. Hər gün. Mən bilirəm nə eləyirlər, özüm demirəm. Necə demirsən? Biz nə vaxt dəyəcəyiz? Belə yəni. Bunlar demək istirdim. Allah amanda qalın. Gecəniz xeyrə qalsın. Aslında gecə də deyil, axşam da hələ ama olsun. Sağ olun. Bunu da burada söndürək.